Salam, hər vaxtınız xeyir, mən Toğrul Əsəb, karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara, iş axtarışında dəstək olan şəxsə deyilir. Bugün 17 aprel 2025 tarixidir. Sizə görə iş axtarıcısı, sizə iş axtarışınıza dəstək verə bilərəm. Bu dəstəkdən yararlanmaq, faydalanmaq üçün isə videonun üzərində yazılan qeydlərə diqqət etsəniz, orada əlaqə vasitəsi qeyd olunub, həmin əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Deməli, xadimə işi var BYD Motors şirkətində yoldaşlar. 500 manatdır, Badamdar qəsəbəsindədir. 6 günlük iş rejiminə malikdir. Sonra xadimə işi Avia Partner var. 35-45 yaşlı uşaqlar üçün 500 manat verir. 6 günlük iş rejiminə malikdir. Xətai rayonunun Babək plazasındadır. BIP yük daşıma şirkətində təmizlikçi işi var. Bu da 500 manatdır. Bu isə amma fərqli olaraq 5 günlükdür. Digərlərindən fərqli olaraq 600 manatlıq xadimə işi də var. MSTI daşınmaz əmlak agentliyində 30-60 yaşlı uşaqlar üçündür. Bu da 6 günlük iş rejiminə malikdir. Sonra xadimə işi 400-500 manatlıq da var Bakı Platesdə. Bu isə iş qrafiki 8 saatlıq 6 günlük iş rejiminə malikdir. Xanımlar üçündür təbii olaraq. Amma təmizlikçi işi də var işlər üçün. Xadimə işi CI Finance-da da var yoldaşlar. Bu isə 1 saat yarım, 2 saatlıq bir işdir. Kiçik bir ofisdir yoldaşlar. 5 günlük iş rejiminə malikdir. 30-60 yaşlı xanımlar üçündür. Sonra təmizlikçi işi İFAP-da da var. 20-45 yaşlı şəxslər üçündür. Bu saat 11-dən 9-a qədərdir. Azuro Business Centerdədir. 600 manatlıq, 500-600 manatlıq bir işdir. 6 günlük iş rejiminə malikdir. Xadimə işi Madison Oteldə də var yoldaşlar. 500-600 manatlıq Nərimanovdadır bu. 30-45 yaşlı şəxslər üçündür. Xadimə işi ATC Food'da da var yoldaşlar. Bu isə 400-500 manatlıqdır. Yeməkxana üzrə axtarırlar yoldaşlar xadiməni. Sumqayıtdadır. Sumqayıt üzrə də servisləri var. 20-45 yaşlı xanımlar üçündür. Sonra Finplus'da da xadimə işi var yoldaşlar. 30-50 yaşlı şəxslər üçündür. Sonra Housekeeper işi var. Atropat Turizm şirkətində 400-600 manatlıq bir işdir. 20-45 yaşlı xanımlar üçündür. Sonra təmizlikçi xanım Out of Family'də də var. 400-500 manatlıq bir işdir. 25-45 yaşlı xanımlar üçündür. Sonra xadimə işi 500 manatlıq 20 yanvar ərazisində yerləşən bir iri market şəbəkəsinə də lazımdır. Fərq eləmir xanım, siz ya bəysiniz. 3-cü aydan etibarən 500 manat olur əmək haqqı. Amma ilk başlarda 450 manat ola bilər. İş saatı 9-dur, 9 saatdır. Gecə növbəsi də var. Gecə növbəsində isə 480-530 manatdır. Sonra xadimə işi 600 manatlıq da var. Ev təmizliyi üçün lazımdır. Bakıxanov qəsəbəsindədir. Sabunçu rayonundadır yoldaşlar. Ev təmizliyi eləyəcəksiniz, yemək bişirəcəksiniz. Öz eviniz kimi bir növ işləyəcəksiniz də. Bazar günü istirahətdir. Evdə yaşayır bir nəfər. Kişi xeylağıdır. Səhər çıxıb axşam gəlir. Qalmağa yer yoxdursa yer də verilir, yəni qalmağa, narahat olmayın. Yaş fərqi də yoxdur. Bu belə. Sonra xadimə işi 400 manatlıq da var yoldaşlar. İşində məsuliyyətli işi bacaran səliqəli bir şəxs olmalısınız. Sonra xadimə işi 150 manatlıq da var. Bayaqları dediyim 1 saat yarımlıq, 2 saatlıq. Qabiyan işinə keçid eləyək. Qabiyan işi var 400 manatlıq yoldaşlar. Daimi işdir. Samux rayonundadır, Gəncədədir. Sonra Qabiyan işi 18 manatlıq da var. Bu isə Xətai rayonundadır, hava limanındadır. Restorana Qabiyan tələb edirlər. Xətai rayonu sayılır. Bəyəm hava limanı aeroportdan gelir. Onu niyə belə qeyd ediblər? Maraqlıdır. Yəqin texniki səhv yaşayıblar. Bu və bənzəri şeylərlə tanış olmaq üçün, ümumiyyətlə iş axtarışınıza dəstək əldə etmək üçün mənə özeldən yaza bilərsiniz. Əlaqə vasitəm isə videonun üzərində qeyd olunubdur. Sağ olun, salamat qalın, işsiz qalmayın.